Əvvəla salam aleyküm. Mən Oğuz rayonunun Calçı qəsəbəsində yaşayırdım. Məni Oğuz rayonunun Calçı qəsəbəsindən gecəsi ilə ekskavatorun qabağını verib evimizi köç elədilər. Dedilər ki, bizim Kəlbəcər rayonunun başçısı bizə dedi ki, sizə orada 4 otaqlı ev veriləcəkdir. Bu 4 otaqlı evdə gedin orada Həsəniz kəndində yaşayın. Biz də Kəlbəcər sakini, fərqi yoxdur. Bu vətən bizimdir. Mən özüm də ki, Füzuli, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə Füzulidə, Şuşada 2 dəfə yaralanmışam. Yəni, burada məqsəd, səbəb nədir? Məni gətiriblər, qəbirstanlığın böyrünə yığıblar. Mən sizdə gündən də demişəm ki, bu ev mənə yaramır. Atam xəstə, anam xəstə, özüm sudurqalı adam, narahat adam. Mənə heç bir, orada mənə dedilər ki, bu 2 otaqlı evi remont olunsun, sizə veriləcəkdir, narahat olmayın. Gecəsi ilə də maşın yiyəsi də, Atekonun şoförü bizi tələsdirdi, dedi ki, köç boşalmalıdır, biz getməliyik. Dedi, mən yəni burada bununla bağlı, sonra təzədən getdim Bakıya, Rövşən Rızayevin Qaçınkom naziri Rövşən Rızayevin qəbuluna getdim. Rövşən Rızayev də orada mənə yaxşı qarşıladı, sağ olsun, o barədə mənim ondan narahatçılığım yoxdur. Mənə dedi ki, narahat olmaz, yəni 2009 nömrəli evlə təmin edəcəyim. Amma ki, bunu dedi, bizi oradan yola saldı, çıxdıq, gəldik, gələndən sonra burada Qaçınkom baş idarəsinə dəfələrlə zəng eləmişəm. Ondan əlavə zəng elədim, nə qədər edirəm, orada Tural müəllim xəttinə düşə bildim, nömrəsini aldım, zəng elədim, dedim ki, Tural müəllim, başıma bu iş gəlibdir, cənab nazirin də qəbulunda olmuşam. Tural müəllim dedi ki, bizdə olan bir şey deyil, sadəcə olaraq siz Qaçınkom təzdən gəlin ora naziriyə. Mən də təzdən gəlmək üçün mənim 1 manat pulum yox, kasıb ailədən olan adamam. Mən özümdəki bu dərmanları almağa gücüm çatmır. İmkansız vəziyyətdən bu dərmanlarla yaşayıram. Xahiş edirəm, bu demək olar ki, bu torpaq uğrunda Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Canın qoyub, qanı ilə bunu alıbdır. Bizim üçün buranın hər bir yeri gözəldir. Allah qazilərimizə, əskərlərimizin ömrünü uzun eləsin. Sadəcə olaraq cənab prezidentdən xahişim odur ki, cənab prezident, mənə bu barədə heç kim, heç bir dövlət qurumları kömək eləmir. Cənab Rövşən Rızayev mənə kömək məqsədi ilə getdim ki, mənə kömək eləsin ki, məni burada alladıblar. O da məni yaxşı qarşıladı. Dedi ki, narahat olma, sən kömək olacaqdır. Mənə heç kim kömək eləmədi. Mən evdən imtina eləmirəm. Sadəcə olaraq mənə edilən bu nətər deyim, pislik mənə təsir eləyir. Nətər yəni, elə adamlar var ki, rüşvətdən belə deyək də, rüşvətdən gedir, villa alır, halal xoş olsun, bacarır alır. Amma mən canımı qoymuşam, mənə qarşı o hörmətsizliyi eləməsinlər. Sizdən çox-çox xahiş edirəm, cənab prezident. Yəni, haqsızlıq çoxdur. Çox xahiş edirəm. Bu haqda mümkün qədər mənə köməkləri olunsun. Gecəsi ilə də ailəmlə bərabər burada qalacam ki, yəni, buna görə, yəni, bu sizin aşağı orqanlar çox haqsızlıq edir, çox Allahsızlıq edir. Mənim köküm bura köçürülməli deyildir. Mən harada bir yaxşı ev var idi, onunla mən təmin olunmalı idim ki, mən bu vətən uğrunda cənab prezidentimizin medalları ilə tərtib olunan adam olum. Mən bu həqiqətən də haqsızlıq olan bir şeydir. Xahiş edirəm, çox xahiş edirəm ki, bu haqda mənə köməkləri olunsun. Mənim köçüm maşındadır. Köçümü təzdən qaytarım aparım, 2009 nömrəli ev təmin olunubdur. Onu başqasına verirlər. Burada problem nədir, mənim başım çıxmır. Məndən belə yerbət gələndə artıq oğlan ora gəlib yığışas deyir ki, qanımı, canımı qoyan oğlan mən olmuşam. Yenə də cənab prezidentimizdən xahiş edirəm, başqa heç kimdən yox. Kimə xahiş edirəm, kimin qəbuluna gedirəm, mənə qarşı çox hörmətsizlik eləyir. Bu barədə bizim başçımız Azər müəllimin günahı yoxdur. Bizim Azər müəllimi də anlatdılar ki, Qaçınkom onu da anlatdı. Dedi ki, burada 4 otaqlı evdir. 3 otaqlı mənə düşür, biz 2 ailəyik. 2 ailəyə bizə bir otaq, belə deyək də, pay vermək istəyirdilər. Paylarını da istəmirəm. Xahiş edirəm artıq dərəcəsində bizim cənab prezidentimizdən xahişim odur ki, məni o 2 otaqlı evdən təmin eləsinlər. Çox sağ olun, minnətdaram, təşəkkür.